Evdə allergiyanı 30 dəqiqəyə azaldan texnologiya. Amerika Birləşmiş Ştatlarının Kolorado Universitetinin alimləri müəyyən edib ki, xüsusi ultrabənövşəyi şüalanma pişik tükləri, toz gənələri, kif və ağacların tozcuqları kimi allergenləri məhv edir. Gözlərin şişməsi, qaşınma və astma tutmalarına səbəb olan bu allergenlər mənbə aradan qalxsa belə evdə aylarla qalır. Ultrabənövşəyi şüaların allergenləri yox etməsi ilə bağlı araşdırmanın nəticələri American Chemical Society Environmental Science and Technology Air jurnalında dərc olunub. Tədqiqatçılar 222 nanometr dalğa uzunluğuna malik ultrabənövşəyi lampalardan istifadə edib. Bu dezinfeksiya üçün istifadə olunan ənənəvi ultrabənövşəyi şüasından daha təhlükəsiz hesab olunur. Onlar hermetik kamerada toz gənələri, kif və ev heyvanlarının tüklərindən alınmış allergenləri püskürdükdən sonra 4 kompakt ultrabənövşəyi lampasını işə salıb. Cəmi 30 dəqiqə ərzində allergenlərin immun sistem tərəfindən tanınma səviyyəsi 20-25% azalıb. Bu nəticələr göstərir ki, allergenlərin təsirini sürətlə azaltmaq mümkündür deyə araşdırmanın müəllifi Tessa Aydın bildirib.